Divarda bu gördükləriniz göbələklənmədi. Bəli, nəmişlikdən və soyuqdan əmələ gəlir. Sizin də mənzillərdə divarlarınız bu vəziyyətdədirsə, bu video sizlər üçündür. Divar göbələklərinin aradan qaldırılması haqqında kiçik bir prosesi danışacağam. Zəhmət olmasa sona qədər izləyin əziz dostlar. Fikirlərinizi də yorumda qeyd edərsiniz. Buyurun, bu da video. Olması prosesi. Salam əziz dostlar, sizinlə danışan mənəm. Videoda gördüyünüz şəxs də atamdır, Rövşən Usta. Deməli əziz dostlar, yeni havalar soyudu və nəmliklərdən yaranan divar göbələkləri əsas problemlərdən biridir. Əsasən də ki, bina və həyət ev sahibləri üçün bu çox böyük problemdir. İlk öncə qeyd edim ki, divarda olan nəmlik ya daxildən ya xaricdən qarşısı alınıb, sonra hal-hazırda gördüyünüz kimi göbələklərin divardan çıxarılması prosesi gedir. Xüsusi olaraq qeyd edim ki, istifadə etdiyimiz maddənin adı antibakteriyaldır və bunu istifadə edərkən eynək və maskadan mütləq istifadə olunmalıdır əziz dostlar və hal-hazırda gördüyünüz kimi atam Rövşən Usta həmin göbələk olan hissələrə antibakteriyal vurur. Xüsusi olaraq qeyd edim ki, bu antibakteriyal vurulduqdan sonra İlk öncə göbələklənmə aradan qaldırılır, nəmişlik aradan qaldırılır və bu proses gedir. Vurulduqdan sonra ən azı 24 saat otağa daxil olmaq olmaz, əsasən körpələr. Bu da nəticəsi əziz dostlar. Gördüyünüz kimi antibakteriyaldan sonra divar tərtəmiz göbələkdən azad olunub və üzərində digər proseslər işlənəcək. Ətraflı məlumat üçün yoruma plus atın, adını deyim sizə dərmanın.